Direktdə çoxlu mesajlar gəlir mənə, sevgini soruşursunuz, təşəkkür edirəm. Sevgi biraz yaxşıdır, amma belə normalda da günortalar yaxşı olurdu. 2 gecədir, bugün artıq 3-cü gündür. Gecələr narahatdır, yata bilmir səhərə qədər ağrıdan. Amma sağ olsun Səbinə xanım bizə bir müalicə yazdı. İndi ona başladıq. İnşallah ki, yaxşı olar. Tez zamanda nəticəsini alarıq. Bəzi ağıllılar sabahki paylaşımımla bağlı kommentarlarda rəylər bildirirlər. Biri yazır pula görə nə bilim. İnan heç biriniz mənə bu dəqiqə maraqlı deyilsiniz də. Kim nəyi necə başa düşmək istəyir düşsün. Mənim onu paylaşmaqda səbəbim o idi ki, adlı sanlı tanınmış bir klinikaya getdim və dedikləri ödəniş nə idisə də etdim. Birincisi orada bizi saatlarla gözlətdilər. İkincisi də ki, gecə saat 1-dən səhər saat 5-ə qədər onlar bu uşağa bir əncam qıla bilmədilər. Mənim demək istədiyim o idi. Yoxsa burun boğazını yoxlamaq yox. Bəziləri yazıbdı ki, uşaq gedəndə yoxlanılmalıdır orada burnu boğazı falan. Baxın, mənim uşağımın öz pediatrı var və ora gedəndə mənə pediatr dedi ki, yaxınlaş deyin ki, falan analizləri götürsünlər, falan uzidən keçsinlər, mənə bunlar lazımdır, onu görüm ki, mən müalicəmi verə bilim. Mən orada onu istəyirəm onlardan, uzi istəyirəm. O mənə deyir ki, yox, hələ qoy burnunu boğazını yoxluyum. Və uşağım da çox narahatdır. Ağlayır, yuxusuzdur, ağrısı var, 2 qat qalıb uşaq. Nəsə, uzun sözün qısası. Sonra oturduq orada bir 40-45 dəqiqə uzistin gəlməyini gözlədik. Hansı ki, zəng eləmişdi öncədən. Demişdilər ki, dedi, evə göndərə bilərsinizmi? Dedi, 1 saata gələcək. Bura gəlin, buradadır həkim. Getdik ki, orada yox imiş həkim. Orada bir 40 dəqiqə falan gözlədik ki, həkim gəlsin. Həkim də gəldi, yuxulu. Axırda dedi ki, valla mən heç nə bilmirəm, mən deyə bilmərəm. O cavablara verdi, onu göndərdi. Yəni, demək istədiyim ondur ki, gecə səhərə qədər heç nə eləyə bilmədi o klinika.